Hörmətli tədbir iştirakçıları, əziz dəyərli tələbələrimiz, dəyərli qonaqlarımız, bugün sizinlə növbəti görüşümüzdür. Bu görüşü demək, vətənpərvərlik mövzusunda bir görüş olacaq. Məlumat üçün bildirirəm ki, görüşümüzdə qonaqlarımız iştirak edir və qonaqlarımız Respublikamızın bir çox bölgələrində, eyni zamanda da Şirvan şəhərində regionlarda Gənclik Vətən Yolu adlı konferansın təşkili layihəsidir. Layihənin rəhbəri Nəsimi müəllim Qarabağlıdır. Mən indi sözü Nəsimi müəllimə verəcəm. Nəsimi müəllim bu tədbir haqqında, layihə barədə, layihənin məqsədi, vəzifələri barədə sizlə ətraflı söhbət aparacaq. Sizə də tövsiyəm budur ki, buradakı görüşümüzdən maksimum nəticə əldə edirsiniz, diqqətlə dinləyəsiniz. Çünki bugünkü gündə bizə vətənpərvərlik mövzusu daha çox lazımdır, daha çox aktualdır. Buyurun Nəsim müəllim, söz sizindir. Təqdimatınıza görə çıxsın, bildirəm. Mən istərdim ki, tədbirə başlamazdan əvvəl ilkincə istərdim bu öndərimizin, cəmi şəhidlərimizin və 2 yılından öncə 20 yanvar 35 ilin qeyd edərək, cəmi şəhidlərimizin də ruhlarını bir rəqəl şükürlə yad edəyəm. Dinləyəyin, o gözəl günümüzdən sonra tədbirinizi davam edəyiniz. Gün o gün olsun, hər zaman dövlətimizin bayrağı da, himni də, gözəl məkanlarımızda belə qüdrətlə səslənsin, amin inşallah. Əziz gənclər, dəfələrlə də qeyd etdiyi kimi, bu günlər mən Nəsim Qarabağlı Vətənpərvər Müasir Gənclər İctimai Birliyinin təsisi və layihə rəhbəri, bizim layihəmiz Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin 2024-cü ildə elan etdiyi qrant layihəsinin qalibi olmuşdur. Layihəmizin adı regionlarda gənclərin vətənpərvərlik yolu adlıdır
və bu qəbildən biz ölkəmizin bir çox regionlarında, Cənub bölgəsində, Füzulidə, Lənkəranda, Masallıda və Şirvanda və bir çox yerlərdə tədbirlərimizi keçdik və siz gənclərlə, möhtəbər qonaqlarımızla bərabər vətənpərvərliyin təbliği, vətənpərvərliyin maarifləndirilməsi ilə bağlı sizlərlə söhbəti gəlmişik. Və mən ümid edirəm ki, bu günlərin bizim sizlərlə görüşümüz, bu günlərin sizlərlə bizim söhbətimiz daha maraqlı keçəcək, daha aktual olacaq. Nəyə görə çox istərdim ki, bu günlərin bizim görüşümüz sizlərlə həm də bir səmimi dostcasına olan bir görüş sahasın. Yəni, bir o qədər rəsmi özünüzü hesab etməyin ki, bir dövlət sərgündəsiniz. Mən çox istərdim ki, bizlərlə sizin debatımız olsun, sizi maraqlandıran bu yollar və vətənpərvərliklə bağlı fikirləriniz maraqlıdır. Mən çox istərdim ki, sizin deyəcəyiniz sözlər o qədər dərin düşüncəli, o qədər mənalı olsun ki, sizin dediklərinizdən biz gələcəkdə hazırlayacağımız layihələrimizdə iştirak edək. Əzizlərim, gözəl dostlar, gözəl gənclər, tələbələr, bu günlərin biz şükürlər olsun ki, artıq Azərbaycanımızın işğal altında olan torpaqlarımızın azad edilmiş ölkələrini gəzirik. Onlarda, o torpaqlarda uğurlu, abadlıq, quruculuq işləri gedir və bunların hamısı sizin kimi gənclərin vətən deyib, ana vətən deyib, torpaq uğrunda canlarını fəda etmiş şəhidlərimizə, onların ruh qarşısında hər zaman baş əyirik, onlara borcluyuq və qazilərimizə Allahdan şəfa diləyirik və qazilərimizə borcluyuq və əlbəttə ki, Ali Başkomandanımızın xalqına güvənərək bu Qarabağ savaşı uğrunda başladığı hər qələbə mücadiləsi, müharibəsi bizim üçün qələbə ilə bitdi. Şükürlər olsun ki, bu günlərin biz azad Azərbaycanımızda firavan yaşayırıq və mən əminəm ki, bu günlərim həmin o torpaqlarda, işğaldan azad edilmiş torpaqlarımızda, gözəl Qarabağımızda, Zəngilanımızda, Şuşamızda, Laçınımızda və digər azad edilmiş torpaqlarımızda qayıdıb yeni bir həyata başlayan məcbur köçkün ailələri, həmin ailələrdən olan gənclər öz ölkələri üçün, öz vətənləri üçün, öz rayonları üçün oxuyub, təhsil alıb, gözəl bir mütəxəssis olaraq, gözəl bir kadr olaraq öz dövlətlərinə, öz dövlətinə, öz rayonlarına, regionlarına böyük bir töhfə verəcəklər. Biz vətənpərvərlik deyəndə nə başa düşürük? Biz çoxlarımız bəzən hərdən deyirik ki, vətənpərvərlik, vətənpərvər sözü sadəcə əyində bir hərbi mundirdən, hərbi formadan gedir. Xeyr, əslən bu belə deyil. Hər birimiz öz sahəmizdə nə qədər çalışqan, nə qədər vətənpərvərcəsinə o sahəyə yanaşsaq, o bizim vətənimizə, dövlətimizə, xalqımıza, millətimizə olan bağlılığımızdan gəlir. Və o bağlılıq da elə vətənpərvərliyin böyük bir təbəssümüdür. Bilirsiniz ki, bu günlərin biz Azərbaycanın kənar hüdudlarında da Azərbaycanın bu günlərin böyük bir iftixarla, böyük bir qürurla dalğalanan bayrağı artıq Şuşamızda, artıq Qarabağımızda dalğalanır. Mən qeyd etmək istərdim bugün ki, bizim sizinlə gələn qonaqlarımızı Rəfah müəllim Nəsirov Şirvan rayon İcra Hakimiyyətinin İctimai Səhiyyə şöbənin əməkdaşıdır. Pənah müəllim Xankişiyev Qarabağ Müharibə Veteranları Ailələri, Şəhid Ailələri İctimai Birliyinin Şirvan rayon şöbəsinin sədridir. Mən düşünürəm ki, bu günlərin bu möhtəbər qonaqlarımızla sizlərlə aparacağımız söhbət daha aktual olacaq, daha gözəl olacaq. Əziz gənclər, bax, hər birimiz istər müəllim olsun, istər tələbə olsun, istər şagird olsun, çalışırıq, oxuyuruq, işləyirik. Nə üçün? Həm öz biliklərimizi, bacarığımızı, potensialımızı yüksəldir, bürüzə verdirmək, həm də dövlətimizə, xalqımıza, millətimizə böyük bir töhfə verməkdən ötürür. Bu günlərin ən gözəl tələbələrimiz oxuyub, elmə yiyələnərək, gedib hər hansı bir ali təhsil ocağında diplom alıb, hansısa bir regionda, hansısa bir kadr olaraq idarələrdə çalışırsa, onun vətənə olan bağlılığından irəli gəlir. Və yaxud da ki, şagirdlərimiz gözəl təhsil alaraq, ali məktəbə qəbul olmaq qarşısına məqsəd qoyursa, o da onun vətənə bağlılığının, vətənsevərliyindən irəli gəlir. Bu günlərim biz bilirik ki, Azərbaycanda hərbi təlimlər başlayıbdır. Bu, biz çoxlarımız düşündük ki, bu bir daha müharibə ajantaşı ilə bağlıdır. Xeyr, bu əsla heç də elə deyildir. Biz hər bir zaman ayıq-sayıq olaraq öz qüdrətli ordumuzun hər bir zaman
nə qədər sülh desək də, amma biz hərbə, müharibəyə də hazır olan bir xalqıq, milləti və hər bir zaman günü-gündən qüdrətlənən ordumuzla bunu bir daha dünyaya sübut elədik. 44 gün ərzində 30 neçə il keçməsinə baxmayaraq və hər birimiz görürdük, istər televiziyalardan, istər kütləvi informasiya vasitələrindən görürdük ki, mənfi düşmənlərimiz Qarabağda bir məskən salaraq öz ordularını sanki gücləndirirdilər və hər dəfə öz PR reklamlarında ordularının nə qədər güclü, nə qədər basılmaz ordu olduqlarını sübut eləmək istədilər. Amma şükürlər olsun ki, bu 30 ilə yaxın olan hazırlıq, gedişat onu göstərdi ki, Azərbaycan hər zaman Ali Başkomandanın da uğurlu siyasəti ona göstərdi, ona dəlalət verdi ki, bizim ordumuz hər zaman öz ərazi bütövlüyünü qoruyan, hər zaman xalqının, millətinin, dövlətinin təhlükəsini təmin edən bir ordudur. Bu günlərin bizim Ali Başkomandanın bugünkü gündə də apardığı hərbi strategiya, hərbi siyasət ona dəlalət edirdi ki, və ona da dəlalət edir ki, hərbi münaqişələr baş verəndə insan itkilərinin minimuma yendirilməsi. Yəni, bu günlərin dünyada istehsal olunan ən böyük texnikalara malik olan hərbi texnikalar günlərin hamısı Azərbaycanda, Azərbaycan hərbi qüdrətində, hərbi potensialında öz yerini tapmışdır. Mən sizə himninizi səslənəcəm, sizlərin hər birinizə mən nəzər yetirdim. Mən sizlərdə baxarkən sizin simanızda mən bir daha Polad Həşimovlar gördüm, bir daha Şamil Bəşirovlar gördüm, Tərəkkül Məmmədovlar gördüm, Saladdinlər gördüm, Gültəkinlər gördüm. Allah onların hər birinin ruhunu şad eləsin, onlar şəhid oldular və hər birimiz, mən biraz özümdən demək çıxmasın, mən birinci, ikinci Qarabağ müharibəsinin iştirakçısı oldum, Şuşaya qədər gedib çıxdıq və mənim özümün bütün hərbi dostlarım kimi mənim özümün də bir bayrağım vardı, şəhidlik bayrağım. Mən o bayrağı 2 dənə eləmişdim. Düşünürdüm ki, Allah qismət edər, inşallah şəhid olardım və mən də o bayrağa bükülüb vətənimə gələrdim. Amma qismət beləymiş, yəni mən şəhid ola bilmədim, əfsuslar olsun ki, və mən o bayrağı gətirdim. Sonra müharibədən sonra mən işlərimlə bağlı xarici ölkədə olanda həmin o bayrağı ilk dəfə çıxı üzündə dalğalandırdığım həmin o şəhidlik bayrağını mən xarici ölkədə işlədiyim kabinetimdən divardan asmışdım. Yəni, söhbətimi nəyə gətirmək istəyirəm? Mən siz gənclərə baxanda, ümumiyyətlə, bu birinci görüş görür. Mən hər dəfə gənclərlə istər ali təhsil ocaqlarında, istər orta məktəblərdə sizlərlə görüşdə keçsəndə mən böyük bir iftixar hissi keçirəm, böyük bir qürur hissi keçirəm. Tanınmış aktyorlarımızdan biri televiziyada belə bir söz deyir ki, bəzilərimiz dəvə uyğun olaraq sırıq şalvar giyinən gənclərə lağ edirdik ki, bunlardan torpaq alan olmaz. Amma məhz həmin gənclərimiz, həmin o vətənpərvər ruhu içində aşılanan gənclərimiz sayəsində torpaqlarımızı işğaldan azad elədik. Və bu həmin gənclərin ailə tərbiyəsi başqadır, önəmdir, aydın məsələdir. Amma həmin o gənclərin təhsil aldığı məktəblərdə onlara müəllimlərinin verdiyi təlim, təhsil, tərbiyə onu göstərdi ki, biz həqiqətən vətənpərvər bir xalqdır. Həqiqətən biz Atabəylər nəsliyiz, Babəklər nəsliyiz, Nəsimlər nəsliyiz. Yəni, bu günləri biz artıq Zəngəzur marağındayıq. Bizim dədə-babadan olan torpaqlarımız var, hansı ki, sıra-sıra tarixə nəzər yetsək, ekskursiya etsək, görərik, istər Borçalı mahalı, istər Dağıstan zonasında. Yəni, bizim torpaqlarımızın bütövlüyü, bizim torpaqlarımızın özümüzdə olması hər bir şeydən önəmlidir. Və bu günlərin ölkə başçısının da apardığı siyasət məhz ona dəlalət edir ki, vətəndaşlarımız firavan həyat yaşasın, vətəndaşlarımız heç bir qayğı çəkmədən gənclərimiz, şagirdlərimiz uğurlu təhsil alaraq potensiallarını yüksəlsinlər. Maraqlı bir tendensiyalar yaranır. Hər birimiz yəqin ki, gənc olaraq sosial platformalardan istifadə edirsiniz. Var da yəqin ki, sosial platformalardan istifadə edenlər. TikTok, Instagram, Facebook. Və mənim üçün çox maraqlıdır. Məsəl üçün, siz gənclər olaraq həmin o platformalardan hansı sahədə, hansı maraqlarınız üzrə istifadə edirsiniz? Müəyyən ola bilər ki, aranızda
kimya, fizika elminə, riyaziyyat elminə maraqlılar həmin o platforma sahəsində o sahədə öz biliklərini artırar. Ola bilər hansınızsa vətənpərvərlik mövzularda orada daha çox araşdırmalar aparırsınız, söhbətlər, debatlar keçirirsiniz. Bəli, boşluqlarımız da var. Sosial şəbəkələrdə, platformalarda belə bir şey var da, hər kəs öz qabından qidalanır, öz qabından yeyib dolanır, belə bir şey var. Açırıq, məsələn, mən özüm işin mənələri olaraq Instagram, Facebook, TikTok və s. istifadə Telegram platformalardan istifadə edirəm. Mən hərdən bir də görsən, sıra-sıra maraq xatirinə araşdırırsan, baxırsan. Mən onu keçən dəvə də bir tədbirdə dedim. Baxıram, bir xanımdır, hüquq məsləhəti verir. Maarifləndirmə işi ilə məşğuldur. Bir volontör olaraq da ödənişsiz falansız. İzləyici sayı haradasa özünü öldürən minimum, maksimum 18 nəfər. Amma baxırsan, üzdən İraq dırnaqarası gənclərimiz, üzdən İraq vətəndaşlarımız baxırsan ki, orada onların baxış sayı 300-ü, 400-ü, 1000 keçir. Yəni bu, yavaş-yavaş bizim, mən deyərdim ki, cəmiyyətimizdə də, vətəndaşlarımızın özlərində də bir oyanış olmalıdır ki, belə olmaz. Biz buna razı ola bilməliyik. Niyə biz hüququ maarifləndirmə işini aparan və ya hansısa bir qazi qoşulur, 3-4 nəfər debat aparır, TikTok səhifəsində, istər digər platformalarda söhbətlər aparır, ona qoşulanlarımızı sayardır. Görün, burada da haradasa bizim özümüzün boşluqlarımız var. Görün, burada da haradasa bizim təbliğatımızda biraz zəifçilik var. Mən layihə ilə bağlı onu deyərdim ki, bizim ümumiyyətlə Vətənpərvər Mühafizə Gənclər İctimai Birliyi yarandığı gündən bu günə qədər həyata keçirdiyi layihələrin 99% hamısı sırf vətənpərvərliyin maarifləndirilməsi, Gəncə arasında vətənpərvərliyin təbliğatı ilə məşğul və həmin layihələri Bəyəxulan Rəfah müəllim də qeyd elədiyi kimi vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının respublikada layiqli layihələrin dəstəklənməsi, maliyyə tərəfindən dəstəklənməsi, Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Qeyri-hökumət təşkilatlarında Dövlət Dəstəyi Agentliyi, bir də Gənclər Fondu var. Hansı ki, bunlar ümumiyyətlə vətəndaş cəmiyyəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının layihələrini dəstəkləyirlər və onların maliyyə dəstəyi ilə bizlər gəlib sizlərlə görüşlər keçiririk və sizlərlə apardığımız hər hansı bir görüşlərdən də gələcək layihələrimizdə istifadə edirik. Sizin dediklərinizdən, sizin danışdıqlarınızdan, sizin fikirlərinizdən. Bizim üçün çox maraqlı günlərin, siz gənclər ümumiyyətlə vətənpərvərəm, vətənpərvərlik sözü deyiləndə nə anlayırsınız, nə başa düşürsünüz? Mən istədim sizin də bir fikrinizi bununla bağlı bir öyrənək. Sonra gənclərlə bir diskusiya şəklində söhbət. Çox gözəl, Nəsim müəllim, elə mən də bir münasibət bildirmək istəyirdim, sizə vaxtında söz verdiniz mənə. Ümumiyyətlə, gənclər barədə vətənpərvərlik mövzusunda danışanda elə, məsəl üçün, bu auditoriyada oturmuşuq, siz qeyd edədiniz, işğal altında olan torpaqlarımızın işğaldan azad olunmasında da elə bizim bu gəncliyimiz böyük, önəmli rol oynadı. Hər bir şey, bax, belə münasibətlərdən başlayır. Bax, indi bizim bu tədbirdən oturmuşuq da, biz buradan fikir veririk, danışırıq. Bizim danışılarımıza diqqətlə qulaq asan gənclərimizdə görürük. Məsələn, qeyri-ciddi münasibət bəsləyən gənclərimizdə, yəni buradan görsənib, mən xüsusi onları vurğulamaq istəmirəm. Bax, ona görə biz hər bir şeydə ilk vaxtdan, ilk addım attığımızda diqqətli olmalıyıq. Əgər vətənpərvərlik haqqında danışılırsa, bu birinci növbədə bizim üçün aktual problemidirsə, ona ciddi yanaşmaq lazımdır. Niyə belə ciddi yanaşmaq lazımdır? Bugünkü gün biz nəyə görə? Bax, xaricə gedir. İndi yəqin ki, sizin də içərilərinizdə olacaq, gələcəkdə təhsildə müəyyən uğurlar qazanandan sonra xarici ölkələrə çıxacaqsınız, gedəcəksiniz. Mən əminəm ki, Nəsim müəllim, siz özünüzlə bax, bugünkü gündə xaricə gedən insanlarımız, vətəndaşlarımız böyük qürur hissi keçirirlər, böyük fərəh hissi keçirirlər. Nəyə görə? Bax, deyək ki, 5 il bundan əvvələ torpaqlarımız işğal altındaydısa,
istər sosial şəbəkələrdə, istər xaricdə bir ermənilərlə qarşılaşanda, istər-istəməz insanda bir vətəndaş olaraq baş aşağılıq var idi. Deyirdi ki, bax, almışıq torpaqlarımızı, istər sosial şəbəkələrin özündə Ermənistanın istər dövlət rəhbərliyi səviyyəsində, istər vətəndaş səviyyəsində daim bir Azərbaycanlılar təhqirlərə məruz qalırdı, çağırışlara məruz qalırdı ki, almışıq, torpaqlar belədir, ermənilərindir. İstəyirsinizsə, əgər hünəri satarsa gəlin alın, yaxud sizin də qeyd edildiyiniz kimi şüara səsləndirirlər ki, heç vaxt Azərbaycanlılar bizə qalib gələ bilməzlər, biz istəyiriksə gedərik, Bakıda da oturarıq. Təbii ki, onların ən layiqli cavabını bizim möhtərəm Prezidentimiz Cənab İlham Əliyev vermişdir və layiqli şəkildə İlham Xalq, Xalq İlham Birliyi nəticəsində. Bugün möhtərəm Prezidentimiz çox qətiyyətlə bütün istər beynəlxalq tədbirlərdə olsun, istər Respublika ərazisinə daxili müsahibələrində olsun, çox böyük qətiyyətlə, yəni çox böyük siyasi əzmlə, iradə ilə öz müsahibələrini verir və düşmənə qarşı açıq təhdidlərin, yəni istər Ermənistan olsun, istər digər Azərbaycan dövlətinə qarşı düşmən münasibət bəsləyən dövlət nümayəndələri olsun, onlara qarşı çox qətiyyətli, prinsipial mövqeyin ortaya qoyur. Bu prinsipiallığı, bu qətiyyəti verən kimdir ona? Təbii ki, bizim xalqdır. Niyə görə xalq? Çünki bayaq da qeyd elədiyim kimi, İlham Xalq, Xalq İlham Birliyi var artıq bizim bu cəmiyyətdə. Və bugünkü gündə də bunların formalaşması üçün görsənir ki, bu vətənpərvərlik mövzusu bizə lazımdır. Bax, sosial şəbəkə qeyd elədiniz, Nəsim müəllim. Mən bu dəqiqə ona toxunmaq istəyirəm. Çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, gənclərimiz arasında bəzən olur ki, bir məsələyə toxunmaq istəyirəm. İndiki halda biz daimi olaraq narkomaniya ilə bağlı maarifləndirmə tədbirləri aparırıq. Təbii ki, bunun özü də bir sosial təsəbbüsçilik və vətənpərvərlik yolunda bir addımdır. Nəyə görə? Məhz bizi istəməyən bəzi qüvvələr var ki, gənclərimizin vətənpərvər kimi yetişməsini istəmirlər. Onların beyninin korlanmasını istəyirlər, onların beyninin əxlaqının korlanmasını istəyirlər və bunu da sosial şəbəkələr üzərindən çox məharətlə istifadə edərək həyata keçirirlər. Bir avazlı pis vərdişlərə bir... Bəli, meyilləndirirlər. Biz bunların qarşısını almalıyıq, bizim özümüzün maraqlarımız bunlara qarşı olmalıdır. Çox təəssüfləndirici haldır ki, bugün gənclərimiz arasında tütün məlumatlarına istifadə eləmək, qəlyanlardan istifadə eləmək, nəinki oğlanlar, qızlarımız arasında da artıq bu təhlükəli bir çağırış mövqeyinə düşüb, qızlarımız özü artıq istifadə eləməyə başlayırlar. Bunların qarşısını almaq lazımdır, əziz gənclərimiz. Əgər, bax, mən sizə qeyd edeyim ki, məsəl üçün, belə şeylərdən sizin də ətrafınızda istifadə edən varsa, bunların heç birinin cana, sağlamlığa heç bir təsiri yoxdur. O əməllərdən ki, istifadə eləməyə çalışanlar, o bir göstəriş üçündür. Yəni, qəlyan çəkdim, yaxud siqaret çəkdim. Mən arzu eləyərdim ki, belə şeylərdən uzaqlaşam. Əgər göstəriş verilməsini istəyirsinizsə, onu bax təhsilinə, yaxşı beynəlxalq olimpiyadalarda, beynəlxalq bilik yarışlarında, idman yarışlarında yer tutmaqla göstərişi verək, yaxud bir kitab oxumaqla özümüzə dəyər qatar. Mən dəfələrlə çıxışlarında demişəm, özümüz üçün bir proqram, bir yol çəkər ki, o yol üzrə addımlayaq və bu zərəri vərdişlərə yox deməyi bacaraq. Məsəl üçün, mən bu xanımı ayağa qaldırmaq istəyirəm, buyur. Baxıram, sən çox, məsəl üçün, məlumatlı qalmaq sizi deyirəm, sizi. Zəhmət olmasa ayağa qalxın, özü təqdim edin. Siz, o xanımı. Siz, Aysa, özü təqdim edin. Hansı fakültədə oxursunuz? Dərzi. Sosial şəbəkələrdən istifadə edirsiniz, vaxt tapmırsınız. Ancaq nə yaxşı, belə deyil. Dərziliklə məşğulsun, mütaliə edirsiniz kitab, arası bir kitab. Yox. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Kursa gedirəm. Ancaq kursa gedirsiniz, ancaq dərs öyrənirsiniz, belə deyək. Yaxşı. Vətənpərvərlik mövzusunda sizin bir tələbə kimi aynı kurslara girirsiniz. Sizin münasibətiniz necədir? Bax, mənim bu danışdıqlarıma münasibətiniz necədir? Bir hamıya söz verərəm, yəni istəsəm. Buyurun, siz sözü eşitmək xoş olar, hə?
yaxşıdır. Siz nə də görürsünüz Vətən xəbəri? Hə? Yaxşı, əyləşin. Əgər cavab yoxdursa, bax siz üçün danışın. Ona görə diqqətlə dinləyin. Eyni zamanda da digər tələbələrimiz altı. Kimsə fikrini bildirmək istəyən var? Burada danışılanlara bax, bu qeyd elədiyim kimi, bax bu sosial şəbəkələrdən bacardıqca uzaq durmaq lazımdır. Əgər istifadə edəcəksinizsə də yaxşı tərəfindən istifadə etmək lazımdır. Nəsimi müəllimin də qeyd elədiyi kimi, o üzdən yaxud digər belə deyək, əxlaqa zidd olan bir şeylərlə qarşılaşarsa, dərhal onları dislike-də, belə deyirlər, dislike edib, şahid eləmək lazımdır ki, onlar bizim cəmiyyətimizdən çıxsın. Və bizim cəmiyyətimiz sağlam cəmiyyət yetişsin. Bizim cəmiyyətimiz gələcəyimizi əmin əllərdə saxlaya biləcək bir cəmiyyət kimi gənclərimiz formalaşsın. Mən sizə uğurlar arzu edirəm, bəzi gənclərimiz. Bu qədər. Çox sağ olun, minnətdarım, gözəl dəyərli fikirlərinizə görə. Elə bu məqamda narkoman ilə bağlı fikir dediniz. Bizim burada elə ekspert qismində Gülürxan yerləşir, Gülürxan var. Gənclərin anti-narkoman ictimai birliyin rəhbəridir. Sabahlarında onların Gəncə şəhərində böyük bir tədbiri var Gülürxanın. Çox istərdim ki, elə Gülürxan, belə gənclərimiz məqamı düşmüşkən, elə narkoman ilə bağlı bir sizin fikirləriniz bizim üçün çox önəmli olar. Mümkünsə, elə yaxınlaşardınız. Yerində danışan tələbələr olsa, onlara suallar da verir. Şimdi budur ki, hər birinizdən, yəni mən danışarkən siz məni diqqətlə dinləyin. Çünki mənim bu danışdığım biz davamlı şəkildə tələbələrlə, şagirdlərlə, yeniyetmələrlə görüşürük və demək olar ki, mən hər gün bunu danışıram. Və danışmağımın boşu-boşuna danışılmasına da heç xoşuma gəlmir, bəyənmirəm. Çünki mən bunun danışan vaxtı məni dinləməyən tələbələri mən sonra həbsxanalarda görəndə həqiqətən vicdan əzabı yaşayıram. Çünki bu halda olub və baş verib. Mən sizə ən başdan bundan başlayıb, sonra sizi məlumatlandıracağam. Yaxın demək olar bir il ərzində getdiyimiz həbsxanalarda artıq 1-2 idisə əvvəllər, artıq 4-5 nəfər yaxınlaşaraq bizə deyəndə ki, Billur xanım, salam, xoş gəlmişsiniz, mən sizi tanıyıram. Mən artıq necə deyim, ilk dəfə özümü şok keçirtmiş kimi hiss eləsəm də ki, necə olur bu gənc məni tanıyır. Bu hal adiləşdikcə artıq bizə pis təsir edir ki, biz gəliriksə, sizlə görüşürüksə, sizi maarifləndiririksə və biz sonra sizləri həbsxanalarda görəndə həqiqətən bizim öz əziyyətimizə də heyfimiz gəlir. Ona görə əziz gənclərimiz, sizlərə bir dənə belə bir deyim var, yəni bizlər həmişə bunu boş fikirləşirik ki, danışılır da, deyilir də. Mən bir qısaca 10 dəqiqənizi alıb narkotiklə narkomaniya bağlı maarifləndirəcəm. Biz narkotika ilkdən yox deyək deyəndə, əzizlərim, bunu elə belə demirik. Yəni deyir də ilkdən yox deyək, burada nə var ki, biz güclü şəxslərik, biz iradəli şəxslərik, biz bunu bir dəfə istifadə edib, səhəri gün istifadə etməyə bilərik deyə anlayış yoxdur. Yəni narkotik elə bir bəladır, elə bir dərddir, elə bir problemdir ki, biz onu bir dəfə istifadə etdiksə, özümüzdən asılı olmayaraq bunun adətisinə çevrilirik. Yəni biz güclü, qüvvətli, zəkamız, iradəmiz tam doğru, tam yaxşı ola bilər. Amma biz narkotik qəbul edəndən sonra bizim nə gücümüz, nə iradəmiz, nə zəkamız, nə gözəlliyimiz, nə dərimiz buna güc gətirmir. Biz bunun aslısına çevrilirik. Ona görə biz ilkdən yox deməyi bacarmalıyıq. Yəni bu söz elə belə çıxmayıb. Bizi aldada bilərlər. Narkotiki ilk öncə kimlər gətirir, insanı cəlb edir? Ən yaxını, ən dostu. Bilin ki, yəni biz küçədən gediriksə, tanımadığımız bir şəxs bizi məcburən narkotiki boğazımızın yoluna tökmür. Bunu edən şəxs bizim ən yaxınımız, dostumuz, çevrəmiz, əhatəmizdir. Ona görə biz dost seçərkən xahiş edirəm, daha diqqətli yanaşaq. Xahiş edirəm, bu diqqətlə qulaq asaq. Və dostumuzun kim olduğunu mütləq bilməliyik. Bir də ola bilsin, dostumuz əvvəllər çox yaxşı dost ola bilər. Narkotika quşanandan sonra isə o
bizi narkotika quşandıracaq. Onu bilin ki, bir narkoman ən azı 5, ən çoxu 20 şəxsi narkotika cəlb edir. Yəni, bu yalandan deyilmiş rəqəmlər deyil. Bunlar statistikalardır. Bunlar öyrənilmiş, özünü yəni doğrulanmış rəqəmlərdir. Ona görə biz narkomanla dostluğumuzu etməməliyik. Ondan, əgər biz onu müalicəyə göndərə bilmiriksə, onu müalicəyə yönləndirə bilmiriksə, biz ondan özümüz uzaqlaşmalıyıq. Biz ondan ayrılmalıyıq. Bir də ki, əgər bizim əhatəmizdə tanıdığımız, bildiyimiz şəxs narkotik istifadə edibsə, artıq müalicə olunmaq istəyirsə, bu şəxslər 820 qaynar xətti ilə əlaqə saxlayıb, 802 qaynar xətti ilə əlaqə saxlayıb müalicəyə gedə bilərlər. Və yaxud da necə müalicə lazımdır bilmirlərsə, bizim təşkilata, yəni bütün sosial platformalarda aktiv şəkildə varıq. Gənclərin Antinarkomaniya İctimai Birliyi və yaxud da tapa bilmirsiniz, Billur Məmmədova bütün sosial platformalarda varıq. Yazaraq bizə məlumat verərək biz sizə kömək göstərə bilərik ki, həmin şəxslər müalicə olunsun, sağlam mühitə qayıtsınlar və biz bir də narkotik satan şəxsi görürüksə və gözümüzü yumub çıxıb gedirik ki, mənə nə, mənim deyil, mən bilmirəm, mənə aidiyyəti yoxdur, məndən uzaq olsun və gediriksə, bunu qəti şəkildə etməyək. Belə bir gördüyümüz halda da mütləq 102 qaynar xəttinə məlumat verməliyik. Və bir də bir söz deyim, heç bu zaman nədənsə qorxmamalıyıq. Onu bilin ki, anonimlik %100 qorunur. Yəni, burada sizin məlumat verdiyiniz, sizin dediyiniz heç kəsə deyilmir ki, bunu kimsə deyib. Yəni, burada anonimlik təmin olunur. Bizlər nə etməliyik? Bizlər daima narkotikdən uzaq olmalıyıq. Bizi kiminsə aldatmasına icazə verməməliyik. Müəyyən yerlərdə olarkən açıq şəkildə nələrdənsə istifadədən çox zaman qaçınmalıyıq. Və bu hallar ən çox son zəng zamanı, yeni il karnavallarında, partilər deyilən yerlərdə aşkarlanır ki, sulara nələrsə qatılır. Ona görə çoxluq olan yerlərdə, açıq şəkildə sulardan istifadə edərkən daha diqqətli olmalıyıq. Çalışın ki, özümüz ağzını açdığımız sulardan istifadə edək. Çünki hər il son zənglərdə biz bu halların şahidləri oluruq. Və ondan əlavə, narkotiki min cür şəkilləndiriblər, min cür formalara salıblar, rəngləndiriblər, maşın emblemləri formasına salıblar, skelet formasına salıblar və yaxud da ki, cəzbedici çəhrayı, açıq yaşıl rənglərə salaraq insanları cəlb etmək üçün aldadırlar. Hətta MMDS formasına belə salınıb. Ona görə bizlər daha diqqətli olmalıyıq. Və bundan əlavə, biz başımız ağrıyarkən bizə təklif olunan dərmana diqqət yetirməliyik ki, bu bizə baş ağrı dərmanı kimi verib aldada bilərlər. Bu hallar da olur. Yəni, mən sizə təcrübəni danışıram. Özümdən, yalandan, uydurulmuş, kimlərdənsə nələrsə eşidilmiş faktları yox. Olmuş təcrübəni sizlərlə bölüşürük ki, daha diqqətli olasınız və sizi bu yola cəlb etmək istəyən şəxslərin audəçisinə çevrilməyəsiniz. Onu bilin ki, narkotiklə dünyada milyardlar pullar qazanılır. Bu il statistikamızı götürsək, Azərbaycanda 4 ton Daxili İşlər Nazirliyi tərəfindən narkotik tutulub, ümumi isə 6 ton Azərbaycanda narkotik tutulub. Bu bilirsiniz nə deməkdir? Milyon yox, milyard pul deməkdir. Bu qədər narkotiklər tutulur. Bəs həmin narkotiklər nə olur? Həmin narkotiklər yandırılır. Müəyyən tarixlər, müəyyən vaxtlar var. Orada narkotikləri məhv edirlər, yandırırlar. Hətta mən özüm də həmin narkotiklərin yandırılmasında iştirak etmişəm. Mən orada nə fakt görmüşəm, gəlin onu da deyim sizə. Biz belə baxa bilərik ki, adi pərdədir. Deyərik ki, bu pərdə niyə yandırılır? Həmin pərdəyə İran tərəfindən keçmişdi bizə. Hopdurulmuş narkotik. Yəni, hətta o hallara salırlar, keçirdirlər ki, yəni insanlar onu bilməsinlər. Yəni, ona görə daha diqqətli olmalıyıq. Biz bundan qəti şəkildə istifadə etməməliyik və biz bununla bağlı öz ətrafımızı da mütləq və mütləq maarifləndirməliyik. Bizi aldada bilərlər, deyə bilərlər ki, başın ağrıyır, bunu istifadə et, baş ağrın keçəcək, özünü yaxşı hiss eləyəcəksən, abu-havan dəyişəcək, enerjili olacaqsın. Əzizlərim, narkotik istifadə edərkən
istifadə edilən zaman biz nə abu-havamız yaxşılaşır, nə baş ağrımız gedir, nə depressiyadan çıxırıq, nə bu cavanlar arasında deyilən bir söz var, bomba oğlan, kul görsənirik. Yəni, belə bir anlayışlar qəti şəkildə yoxdur. Narkotik istifadə edən şəxsin nə dostu olur, nə yaxını olur, heç kimi olmur. Onu bilin ki, narkotik istifadə edən şəxs üçün ana, ata, valideyn, əziz, övlad belə əziz deyil. Yəni, narkotikə görə anasına bıçaq çəkən, atasını öldürən, övladını narkotikə görə satan, yoldaşının başına min bir oyun açan insanlar var. Narkotik, narkoman deyəndə ancaq biz kişiləri mi deyirik? Xeyr. Əfsuslar olsun ki, son zamanlar narkotik qadınlar arasında da çox yayılmışdı. Nəyə görə yayılmışdı? İnsanları aldadaraq. Necə yayılmışdı? Arıqlama dərmanı adı ilə gözəllik salonlarında narkotiki təklif edirdilər ki, arıqladır. Əzizlərim, bu yanlış fikirdir. Arıqladan yalnız bizi, ağzımızdır, beynimizdir. Biz şuuraltı nə düşünürüksə odur. Narkotik nədir? Beyin xəstəliyi, asıllıq xəstəliyi. Narkotik bir xəstəlikdir. Ona görə biz hər zaman çalışmalıyıq ki, narkotikdən uzaq olaq, asıllıq xəstəsinə çevrilməyik, asıllıqdan daimi uzaq olmağa çalışaq. Bununla bağlı da biz öyrəndiklərimizi, bildiklərimizi, ətrafımızı da, dostlarımızı da maarifləndirməliyik ki, onlar da narkotikdən istifadə etməsinlər. Bundan əlavə, bəzən olur ki, indi siz artıq kollec tələbələrsiniz, bu halı vurğulamadım. 10-11-ci sinifdə universitetə hazırlaşan şagirdə belə təklif olur, aldadırlar ki, bunu içirsən, sənin zehnin yaxşılaşır, gecələr zehnin daha yaxşı olur, sən gecə yatmırsan, universitetə rahat şəkildə hazırlaşa bilirsən, ayaq qala bilirsən. Bunlar hamısı yanlış fikirlərdir. Yəni, onu bilin ki, biz hansısa bir dərmanı içməklə nə biz güclü oluruq, nə bir qüvvətli oluruq, nə bizim yaddaşımız yaxşılaşır. Bunlar hamısı yalanla uydurulmuş bir faktlardır. Bir də belə bir söz deyilir ki, narkotik təbiidir, biz onu istifadə etsək bizə heç nə olmayacaq. Bu sintetik deyil ki, təbiidir. Əzizlərim, təbii deyilən bir anlayış yoxdur. Yəni, hamısı asıllıq yaradır. Ən təhlükəli ilə narkotikdə deyə bilərdim ki, o təbii dedikləri, insanları aldatdıqları narkotikdir. Yəni, adını da bilirik ki, bilinir. Əfsuslar olsun ki, bizim bugün olduğumuz rayonda da narkotik çoxdur. Yəni, düzün deyək də, əfsuslar olsun ki, çoxdur. Ona görə biz bundan mütləq və mütləq qorunmalıyıq, bundan uzaq olmalıyıq, qəti şəkildə istifadə etməməliyik, həmçində istifadə edən şəxsin dostu olmamalıyıq. Yəni, bilin ki, o dost bizi uçuruma aparacaq. Gəlin sizə belə bir olmuş bir faktı danışım. Narkotik istifadə edən ata övladları istifadə eləmir, övladları bilir ki, ataları narkomandır. Neçə ildə ataları ilə mübarizə aparırlar, müalicəyə aparırlar və ata çıxır, gəlir təzdən, yenə eyni şey, artıq bunlar ataları ilə barışıblar. Övladları da svarka edən şəxslərdə, yəni usta işləyirlər, svarka edirlər və bunların gündəlik pulları olur. Ata gəlir, evə övladlarından pul istəyəndə övladlarına deyir ki, bizə bir 5 manat ver, atası deyir 10 manat ver. Uşaqlar danışır ki, neyinirsən, gedib narkotik alacaqsan, sən orada uşaqlar atasına pul vermir. Deyir, sənə çörək lazımdır, sigaret lazımdır, nə lazımdır deyir, biz alaq gətirək. Və ata pulsuz qalır, görür ki, pul ala bilmir və neyinir ata? Ata öz övladlarını narkotikə otuzdurur. Bu, həmin şəxs tutulur və bunu tutulan zaman biz həbsxanada həmin şəxslə görüşən zaman danışdığı bir faktdır. Yəni, olmuş hadisədir. Deyir, işdən yorğun gəlmişdik, həmin vaxtda deyir, sezon idi, yəni sizin dildə desək, yay idi, iş çox idi, işlərin hamısını da götürmüşdük, gecə də işləyirdik, gündüz də işləyirdik və iki qardaş deyir, biz evə gecə gələndə yorğun. Atam gəldi, girdi içərki, necəsiz, niyə yorğunsuz, gözünüz qızarıb, necə pis görsənirsiniz? Deyir, biz də deyir, atamızı deyir, qəbul etdik də, biz də deyir, çox yorğunluq. Atam gətirdi, deyir, bizə havayı pulsuz şəkildə bir dənə tabletka verdi ki, gəl bunu iç, özü gümrah hiss eləyəcəksən, yorğunluğun da çıxacaq. Baxın ha, ata öz övladına deyir bunu. Hansı ata deyir? Narkoman ata deyir. Deyir, bunu istifadə elə, gümrah olacaqsan, yorğunluğun gedəcək, sabah daha yaxşı güclə, qüvvətlə işləyəcəksən. Deyir, biz həmin dəqiqə sorğulamadıq ki, bu narkotik ola bilər, biz bunun aslısına çevrilə bilərik və deyir, biz iki qardaş bunu qəbul etdik.
Və bundan sonra deyir, səhəri gün durduq, deyir, getdik işə. Axşam yenə gələndə gəldik ki, ata, ondan varsa dünən vermişdi, yəni özümüzü çox yaxşı hiss eləmişik. Bir dənə də verdi ondan. İkinci gündə deyir, atam bizə onu pulsuz şəkildə verdi. Və biz yenə bunu istifadə etdik. Üçüncü gündə təkrarlanır, verir yenə ata. Dördüncü gün oğlanlar ataya gedib yaxınlaşanda, həmin dərmanı istəyəndə ki, ondan ver, mənə alıb. Deyir, ata dedim, məndə yoxdur, pulum da yoxdur almağa. Sən mənə 20 manat ver, 10 dəqiqəyə sən onu təşkil eləyim. Və deyir, biz belə bunun aslısına çevrildik. Artıq deyir, o birinci qəbul etdiyimiz doza bizə çatmadı, daha güclü, daha güclü. Və indi həmin o ata öldü, 2 oğlu bu dəqiqə türmədədir. Nəyə görə deyirik, narkomanın sonu ölüm və ya həbsdir? Çünki bu bir müddət bilməyəndə, gizlin şəkildə hardansa pullar tapır. Sonra bunun ətrafı, qırağı bilir ki, bu narkomandır, heç kəs ona pulu vermir. Və bu neyir? Özü-özünü təmin etməkdən ötürü məcburdur ki, ətrafındakiları məhv etsin. Və məhv etmək isə bitəndən sonra, ətrafında kimlərsə qalmayandan sonra məcburdur ki, ağrısını sakitləşdirməkdən ötürü. O düşünmür ki, onun ağrısı başlayan vaxtı qabağındakı anasıdır, xalasıdır, nənəsidir və onlara qarşı cinayət törədir, oğurluq edir və yaxud da hansısa bir dəyərli bir əşyanı götürür. Heç nə götürə bilməyəndə həmin şəxsə bıçaq çəkir, pul məcburən alır ki, o həmin dəqiqə ağrısını sakitləşdirilsin. Onu bilin ki, narkomanın o vaxtı, o dəqiqəsi, o saniyəsi bizdə daha təhlükəli hallar törədə bilər. Çünki o qarşısındakı şəxsin onun dəyərli, ona qiymət verdiyi, onun əzizi olduğunu düşünmür. O həmin dəqiqə düşünür ki, ağrısını sakitləşdirilsin. Adi bir hal deyim. Bizim dişimiz ağrıyır və yaxud da bir başımız ağrıyır. Necə oluruq? Ağrıdan dayana bilmirik. Deyirik ki, bir dəqiqə başımın ağrısı kəssin, də nə olur olsun, nəsə qəbul edək, kəssin. Fikirləşin ki, həmin o narkomanın bütün bədəni o vaxtda ağrıyır və harası ağrıdığını da bilmir. Bilmir ki, harası ağrıyır. Deyir, başım ağrıyır, 5 dəqiqə sonra deyir, belim ağrıyır, ayağım ağrıyır. Çünki onlar bilmirlər və o artıq bunu istifadə edibsə, müalicə olunmursa, məcburdur ki, o narkotik istifadə etsin ki, ağrısı kəssin və o 3-4 saat normal olsun. Ona görə biz hər zaman deyirik ki, narkotik ilkdən istifadə etməyin, ilkdən bunun aslısına çevrilməyin, ilkdən yox deməyi bacarın. Onu bilin ki, ilk 3 dəfə, 4 dəfə pulsuz şəkildə verilir. 5-ci səfər bilin ki, %100 sizdən onun pulu da artıqlaması ilə alınır. Və bunu bizə edən kim olur? Əzizimiz, yaxınımız, dostumuz, qardaş dediyimiz şəxslər olur. Ona görə sizlər hər birinizi diqqətli olmağı, daha diqqətli olmağı arzulayıram. Deyə bilərik ki, son zamanlar narkotik ən çox yayıldığını biz müharibədən bitəndən, qalib olandan sonra daha çox gördük. 44 günlük vətən müharibəsi bütün dünyaya göstərdi ki, biz daha güclü, daha qüvvətliyik, daha qüdrətliyik. Həqiqətən mən çox sevinirəm ki, bir xoşbəxt bir ölkənin vətəndaşıyam ki, biz hər zaman beynəlxalq tədbirlərə gedəndə müharibədən öncə biz utanırdıq. Həmçinin də biz Azərbaycan deyəndə bizə ya deyirdilər İran, ya deyirdilər Türk, ya deyirdilər Ermənistan, ya deyirdilər Rus. Amma indi Azərbaycan deyəndə hamı Azərbaycanın harada olduğunu tanıyır, bizim necə güclü, qüvvətli, qüdrətli olduğumuzu tanıyır, həmçinin ondan əlavə də qalib olduğumuzu tanıyır. Bu həqiqətən sevindiricidir. Bəlkə biz burada bunu hiss eləmirik, çünki ölkəmizdəyik, bunun nə qədər bizə qürur verdiyini başa düşmürük. Amma ölkədən kənara çıxanda biz bunu həqiqətən belə xoşbəxt şəkildə deyirik. Məsəl üçün, biz bu illərin martında BMT-nin 67-ci sammitində mən iştirak edən zaman hamı mənə dedi ki, gəl, təbrik edirik, qalibsiz, güclüsünüz, hamı yəni insanı elə təbrik edir. Həqiqətən biz o qədər sevindik ki, həmin o 8 noyabrda yaşadığımız o sevinci bir daha mən orada yenə yaşadım ki, biz necə hamı bizi tanıyır, əvvəl bizi tanımayan ölkələr bizi necə tanıyır, bizə hörmət bəsləyir. Həmçinin biz orada getdiyimiz mötəbər tədbirlərdə bizim düşmənlərimiz də olurdu. Onlar bizə necə baxırdılar əvvəllər. Amma indi biz onlara necə baxırdıq? İndi qısılmış, yuvalarına sıxılmış vitdə gördük. Həmişə biz iclaslarda onlardan dəyişirdik. Amma indi bu səfər onların deməyə sözləri yox idi. Bu həqiqətən qürurludur. Bu necə oldu? Sizlərin, siz gəncliyin və ali baş komandanımızın yumruğu altında birləşməyimiz səbəbindən oldu.
Ona görə hər zaman biz sizlərə arzuluyuram ki, biz çalışaq ki, dövlət bizim üçün nə edib deməyək, biz dövlətimiz üçün nə etmişik. Hər zaman dövlətimizi öndə tutaq, ölkəmizi, bayrağımızı ucalarda ucaldaq. Hər zaman öz olduğumuz sahə ilə, oxuduğumuz sahə ilə, işlədiyimiz işlə öz dövlətimizi hər zaman yüksəklərdə göstərə biləyik. Oxuduğumuz sahə olsun, işlədiyimiz sahə olsun, fərqi yoxdur, mütləq biz idmançı olmalı deyilik. Mütləq biz olimpiyadada yer tutmalı deyilik. Amma biz hər hansısa bir sahədə öz dövlətimizi tanıtmağı bacarmalıyıq. Nümunəvi vətəndaş olmağı bacarmalıyıq. Heç bir zaman deməməliyik ki, dövlət bizim üçün nə edib. Biz dövlətimiz üçün nə etmişik? Dövlət bizim üçün çox bir şey edib. Oxutdurur bizi, pulsuz şəkildə oxuyuruq. Hər bir şagirdin 11 il oxuması müəyyən bir miqdarda bir maliyyədir. Yəni sıfırları 6 dənə olan bir sıfırlarla olan maliyyədir. Yəni dövlət bizim üçün hər şeyidir. Biz çalışmalıyıq ki, dövlətimiz üçün nəsə edək. Sizlərin hər birinizi sağlam olmağı arzuluyuram. Hər birinizi narkotikdən uzaq olmağı arzuluyuram. Narkotik deyəndə mən bunu deyim, asılılıqdan uzaq olmağı arzuluyuram. Sigaretdən, yəni asıllıq xəstəliyi deyəndə təkcə narkotik deyil. Qumardır, sigaretdir, alkoqoldur və bunların hamısından uzaq olmağı arzuluyuram sizə əzizlərim. Sigaretin də təhlükələri bitməklə bitmir və son zamanlar əfsuslar olsun ki, elektron sigaretlər daha çox istifadə olunur. Bu da ağciyərimizin məhv olmasına gətirib çıxardır. Ona görə sizlərin hər birinizə sağlam olmağı, vətənpərvər olmağı arzuluyuram. Hər zaman vətənimizi dünyalarda tanıtmağı arzuluyuram. İnşallah ki, inanıram ki, sizlərin arasında da Azərbaycanımızın bayrağını xaricdə təmsil edən şəxslər olacaq. Sağ olun, təşəkkür ederim. Çox sağ olun, Müəllimə çox ətraflı, gözəl qeyd elədi narkotik haqqında. Ümumiyyətlə, müəllimən də qeyd elədiyi kimi, bütün zərərli vərdişlərdən uzaq olmağımızı arzuluyorum. Mən bugün eyni zamanda bir qeyd eləmək istəyirəm ki, özümə borc bilirəm. Əmlə Nəsir müəllim özünə dedi. Qarabağ müharibəsində hər birinci, həm ikinci iştirak eləmişsiniz. Eyni zamanda, bax, əziz uşaqlar, bax, bugün bunu mütləq vurğulamaq lazımdır. Mən üçün özüm içindən fəxirdir ki, burada hər iki Qarabağ müharibə iştirakçısı, bizim Pənah müəllim, eyni zamanda Nəsimə. Mən üçün fəxirdir ki, onlarla yanaşı əyləşmişəm. Bax, beləsinə bizim vətənpərvər oğullarımız nümunə olmalıdır. Eyni zamanda xahiş elərdim ayağa qalxası sizə, ən arxada oturun, bax, Qarabağ müharibəsi iştirakçısı, bax, bizim bugünkü gənclərimiz, örnek olmalıdır, gənclərimiz üçün örnek olmalıdır, nümunə buradan götürməlidir. Yəni vətənpərvərlik, hamısı buradan başlamalıdır, hərə özü üçün bir örneği götürməlidir. Mütləq nəyə görə bayaq qeyd elədiyim kimi, yenə də ona görə ki, bizim vətənimiz həmişə var olmalıdır. Azərbaycan milləti nə qədər sağlam gəncliyimiz olsa, bir o qədər də daha yüksəklərdə olacaq. Buyurun, Nəsir müəllim. Var olasınız. Mən istəyirdim, buraya yaxınlaşıb, biraz gənclərlə diskusiya şəklində görə söhbət aparmaq istəyirəm. Günlərim, gənclərin pis vərdişlərdən uzaq olması böyük bir məsələlərdən, qlobal məsələlərdən biridir. Bu da ilk öncə narkomaniya bəlasıdır ki, bununla hər birimiz mübarizə aparmalıyıq. Əziz gənclər, istərdim sizdən bir balaca tam sərbəst şəkildə, bir diskut şəklində bir söhbət eləyəyin. Yəqin ki, 44 günlük müharibə vaxtı Ali Baş Komandanımızın kütləvi informasiya vasitələrinə, o cümlədən beynəlxalq kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr hatırlayırsınız televizordan və yaxud da saytlardan izləmişsiniz. Yadınıza düşürlər, əziz uşaqlardan. Bəli. Həmin o müsahibələrə biz diqqət nəzər yetirəndə nə görürük? Ölkə başçısı sözün əsl mənasında müxtəlif dillərdə, Rus, İngiliz və sair dillərdə xarici mətbuata, xarici jurnalistlərə sanki Azərbaycanın yaranışından 44 günlük müharibəyə qədər addım-addım səhnə və səhnə açıqladı. Yəni Azərbaycanın hansı dövlət olması,
hansı əziyyətlərə qatlaşaraq torpaqlarının hissə-hissə itirilməsi, 88-ci illərdə Topxana meşəsindən baş verən hadisələr və daha sonra Sumqayıt hadisələri, Gəncə hadisələri və s. və ilaxır 20 yanvar 2 gün öncə 35 illiyini qeyd elədiyimiz hadisələr. Yəni bunların hamısını ölkə başçısı mətbuata deyə və gətirib çıxardırdı 20% torpaqlarımızın işğala məruz qalması və 1 milyondan çox vətəndaşlarımızın məcburi köçkün həyatı yaşaması və nədən haqq savaşına qoşulması. Və hər birimiz həmin o çıxışda diqqətlə nəzər yetirsək, hər bir kəlməsinə nəzər yetirsək, görərik ki, orada Ali Baş Komandanın tam bir arxayınlığı var idi. Ki biz həqiqətən bu dönəmdə, 44 günlük müharibə dönəmində biz qalib olacaq. Çünki başqa yolu ola bilməzdi. Çünki bizim prezidentin qurduğu siyasət, ulu öndərimizin qurduğu siyasət ona dəlalət edirdi ki, Azərbaycanın bir qarşı olsun torpağı işğala məruz qala bilməzdi. Və biz, bayaqlarında tədbirin əvvəlində də qeyd elədiyimiz kimi, məhz mərd oğullarımızın, qüdrətli ordumuzun və Ali Baş Komandanımızın komandanlığı altında torpaqlarımızı işğaldan azad elədik. Və bayaqlarım Rəfail mənim də qeyd elədi, Düdulxan da qeyd elədi. Biz müxtəlif tədbirlərə gedəndə, istər ölkə daxili, istər xarici ölkələrdə tədbirlərə gedəndə haradasa biraz bədbinliyimiz vardı. Haradasa işğal altında olan torpaqlarımıza görə tam sözümüzü deyə bilmirdik, deməyə çalışsaq da. Amma indi artıq biz beynəlxalq tədbirlərdə, beynəlxalq arenalarda tədbirlər keçirdəndə belə, çıxışlar edəndə belə həqiqi mənada alın açırıq. Sözümüzü dikləyə bilirik. Mən bu zamanda nəyi xatırladım? Mən birinci müharibədən sonra, ola bilsin o da müharibənin abu-havası idi. Mən həftənin 4 gününü, 5 günü bəlkə də şəhidlər xəyalına gedirdim, hər gün. Orada mənim həmyaşlarım uyumuşdular. Cəbhə dostlarım, döyüş dostlarımız var idi. Və hər birinin qarşısından keçəndə sadəcə deyirdik ki, Allah hər birinizə rəhmət eləsin, tezliklə qısasınız alacaq. Və hər dəfə bunu artıq dedikdə gördüm ki, mən şəxsimə deyirəm, utanırdım, xəcalət çəkirdim. Və bizim o zamanda da deyirdim və şükürlər olsun ki, bu gəldi, öz təsirini tapdı. Bizim ixtiyarımız yox idi ki, biz Qarabağ boyda dağımızı siz gənclərimizə, övladlarımıza, uşaqlarımıza qoyub miras olaraq gedəyik. Və hər dəfə yenə öz şəxsimə deyirəm, mən burada iştirak edir, Pənah müəllim, bayaqlar biz tədbirdən öncə söhbətlər apardıq, söhbət elədik, sistemli söhbətlər elədik. Biz hər dəfə şəhid ailəsi ilə, şəhid anaları ilə, şəhid övladları ilə görüşəndə yəni ağır olurdu, çətin olurdu. Amma bu günlərim biz həmin anaları görəndə, mən şəhid anaları görəndə son vaxtı qaçıb gizlənirdim. Amma bu günləri mən həmin şəhid anaları, şəhid ailələrini görəndə ürəklə qanları batmadı övladlarımızın, qardaşlarımızın. Azərbaycan oğullarının qanları, şəhidlərimizin qanı batmadı. Bəli, şəhidlik uca bir zirvədir. Şəhidlik elə bir zirvədir ki, hər birimiz həyatdan köçüb gedəcək. Bu bir fiziki, bir patoloji bir hadisədir, səviyyə bir hadisədir. Amma necə köçəcəyik, necə həyatdan tərk edəcəyik, heç birimiz onu bəlli gözləmir. Amma şəhidlik elə bir zirvədir ki, o elə bir məqamdır ki, orada heç bir soru-sual yoxdur. Allah yanında da artıq borcumuzu vermiş bir sayılır. Mən bayaq dedim ki, sizləri görəndə gənclər, sizlərdə mən təkrar edilmək istəmirəm, mübarizlər gördüm, şəhidlərimizin, qəhrəmanlarımızın simalarını gördüm. Bəli, Şirvan şəhərin özünün də qəhrəmanları var, milli qəhrəmanları var, şəhidlər var. Bir daha vuruluram, həmin şəhidlərin qarşısında biz baş əyirik, ruhları qarşısında baş əyirik. Məqamları uca olsun hər zaman, necə ki ucadır. Amma mənim üçün maraqlıdır,
həmin bu gənclərimiz öz rayonlarından olan şəhidin hansınsa birinin adını çəkə bilərlər. Könüllü olaraq videoya fikir verməyin. Yəni, cavab verən olmasa, onu videoda mən məcburən montaj edib kəsəcəyik. Varmı? Xahiş edirəm, kimsə varsa qalxsın ayağa, sərbəst şəkildə bir rayonumuzun şəhidinin adını çəkin. Qalx ayağa zəhmət olmasa mən olam. Özünü təqdim edin. Babayev Toğ. Kimi dedin əzim? Əliyev etsin. Soram kim deyə bilər? Buyur əzim. Abşab Sadiq. Allah rəhmət eyləsin. Mətin Fəxşiyev. Buyur əzim. Zeynalov Fulat, Azərbaycan şəhidi, özü də gün oğlu. Allah rəhmət eyləsin. Sənin kimi də dayısı olur. Maşallah olsun. Buyur qızım. Maşallah. Allah hamısına qəyən-qəyən. Saymaqla. Buyur qızım, sən də buyur. Sən də buyur oğlum. Allah hamısına qəyən-qəyən. Milli qəhrəmanımızı tanıyan var mı? Buyur. Vəfalət. Öz axı məmsur. Allah rəhmət eyləsin. Sonra daha kim? Bax, yaxşı, eşq olsun hər birinizə. Öz deyil, tarixini bilən gənc çox zəngindir. Həqiqətən tarixini bilən gənclər vətənpərvər. Siz vətənpərvərsiniz. Həqiqətən. Mən haradasa sizin şagird, tələbə olaraq təhsil prosesinizə xələl yetirmədən bunu sadəcə bir cizgi eləmək istəyirəm ki, söhbət sizin təhsildə davamiyyətinizin uğurlu olmamasından getmir. Siz bu günlərim əgər idmanla məşğulsunuzsa, bu günlərim haradasa öz belə deyək, məhələnizin, küçənizin qeydinə qalırsınızsa, siz həqiqətən vətənpərvərsiniz. Bir də Ulu Öndərin bir gözəl bir sözü vardı. Deyirdi, öz tarixini bilməyən gənc vətənpərvər ola bilməz. Bu günlərim siz öz tarixinizi kəsər verirsiniz. Çünki bu günlərim siz bu yaranan Azərbaycanın, müstəqil Azərbaycanın tarixini yazılan gənclərdən birisiniz. Nə xoş bugünkü günə. Mən bayaqlarını vurğuladım. Bu günlərim bizim işğal altından azad olunan torpaqlarımızda gözəl rəngli bayrağımız dalğalanır. Mən həmişə yazılarımda deyirdim, gün o gün olsun Qarabağımızın ən uca, Şuşamızın ən uca zirvəsində bayrağımız dalğalansın. Şükür dalğalanır. Şükür bu günlərim abadlıq quruculuq işləri gedir. Keçən bu yaxınlara müsbət COP29 tədbiri keçirir. Böyük bir mötəbər tədbir idi. Bəzi dırnaqarası vətəndaşlarımız göz acı baxırdılar ki, keçirəməyəcəklər onsuz da. Bəli, haradasa bəlkə də haqlıydılar, keçirə bilməzdik. Düşünəndə ki, biz işğaldan azad olmuş torpaqlarda abadlıq işi görürük, quruculuq işləri görürük, müharibədən çıxmış ölkək. Amma bütün onlara rəğmən biz həmin o regionlarda quruculuq işlərimizi də görürük, abadlıq işlərimizi də görürük və həmin o mötəbər beynəlxalq səviyyəli tədbirimizi uğurla da həyata keçiririk. Söhbət tək o tədbirlərdən getmir, söhbət təkcə hansısa bir təhsildə olan uğurlarımızdan getmir. Bax, sıradan məsələn, oğlum bir dənə qalx ayağa, bəli, eləsən. Özün təqdim elə zəhmət olmasın. Babayev. Babayev? Əli. Əli. Əli, oğlum, bax, vətənpərvərlik sözü, vətənpərvər sözü deyiləndə ilk öncə nə düşünürsən? Dövlətimiz. Daha sonra, yəni, bax, Öz içimizdə olan vətən hissini, sevgi, sevgi. Bax, biz hər birimiz alışmışıq, çıxışlarımızda çox vaxt deyir ki, ana vətən. Niyə ana vətən deyir? Deyər bir atadır. Çünki ana bizə doğma deyəndə vətən də bizə. ata da doğulanda eşki olmaz. Bakı iş ata, hansısa mən bilirəm, ailədə həmişə ata yedir. Çünki Məhəmməd Peyğəmbərin belə bir gözəl sözü var. Deyir, cənnət anaların əl altında. Və hər birimiz deyir ki,
gəzməyə qərib ölkə, ölməyə vətən yaxın. Vətənimiz hər birimiz üçün cənnətdir, məkandır. Mən bir balaca yenə özümdən deyəcəm, mən uşaqlıq illərim belə deyək də Şuşada keçdi, sonra 11-ci sinif bu Qarabağ proseslərinə qatıldı, o əlifəyə düşdü, özümdə biraz ictimai fəallıq elədim. Bura sonra institut tələbəli illəri, yardımçı qoyduq, döyüşlər, oradan qayıtdıq, axşam şöbəsi. Mən Şuşanı hər dəfə axşamlar gözümün qabağında evdən çıxırdım, gedirdim Bazarbaşı, Gövhər Ağa məscidi, Şuşanı gəzirdim, xəyalən və gəlirdim. Və düşünürdüm ki, yəni ola bilərmi ki, insan öz yurdundan, məskənindən didərgin düşər. O ağır dər. Amma şükürlər olsun, biz getdik Şuşaya da çıxdıq. Demək, təsəvvür etdim, biz Şuşaya daxil olmuşuq. Səhərsi günü biraz sakitçilikdir, artıq mənfi düşmənləri çıxartmışıq. Və mən Rus məktəbində təhsil almışam, Nəcəf bəy Vəzirov adına. Həmin məktəblə üzbəyiz Qarabağ mehmanxanasının qarşısındakı park vardı, Güllü bağda idik. Və oturmuşam həmin bağda səhərsi günü. Əskərlər də bölümdə, zabitlər və fikrə getmişəm. Və əskərin biri deyir ki, komandir, nə olub, nəsə belə bir tər? Deyirəm, yox, mən elə gəlir ki, ya Şuşa balacalaşıb, ya biz bu qədər bölünmüşük. Təsəvvür etdim ki, mənə o Güllü bağ deyirik, nə boyda bağ, biz gəzib qutara bilmirik. İlk adıma həmin bağı gəzib qutardım. Məsəl üçün, Bazarbaşı meydandan biz indi icra hakimiyyəti deyilir, Şuşa nümayəndələri, prezidentin nümayəndələri orada. Biz Bazarbaşından həmin o nümayəndəliyə gedəndə deyirdik ki, xeyli yol qət elədik. Amma indi gedirsən, ilk adıma, yəni haradasa hiss edirsən ki, Şuşa da şuşallarsız şuşallaşmışdır, qısılmışdır, balacalaşmışdır. Sözü nəyə gətirmək istəyirəm? Yəni, biz Şirvan rayonundayıq, Şirvan şəhərindəyik və siz Şirvanlı gənclərlə görüş getirmək bizim çox xoşdur. Şirvanın mən Bəyəxlan Rəfal müəllim sizə də öz təşəkkürümü yetirəm. İlqar müəllimə şəxsən təşəkkürümü yetirəm ki, bizə şərəf yaradıldı. Əfqan müəllimə, Gənclər Evinin rəhbəri Əfqan müəllimə öz təşəkkürümü bildirəm ki, bizlərə Vətənpərvər Mühafizəsi Gənclər İctimai Birliyi olaraq bu layihənin sizlərlə keçirilməsinə böyük bir şərəf yaradıldı. Onu vurğulamaq istərdim ki, bu layihə boyu biz İdman və Gənclər Nazirliyinin layihəsi ilə bağlı bir çox tədbirlərimizi Gənclər Evində keçirdik. Bu günlərim Gənclər evlərində olan şərait çox ürəkaçandır. Mən bunu qeyri-müqabiləsiz deyə bilərəm ki, burada yaradılan şəraitlər çox ürəkaçandır. Mən tədbirdən öncə gəzişdim, biraz stendlərə baxdım, milli qəhrəmanlarımızla bağlı lövhələr var, şəhidlərimizlə bağlı, müəyyən gənclərə tövsiyələrlə bağlı Ali Baş Komandanımızın kəlamlarından verilir, Ulu Öndərimizin kəlamlarından verilir və burada yaradılan klublar mənə çox zövq elədi. Vətənpərvərlik klubu yaradırsalar, rəsmlə bağlı klublar var, digər robot texnika ilə bağlı auditoriyalar yaradılır. Yəni, bunlar hamısı əziz gənclər, sizə xidmət olması, sizin asudə vaxtınızın səmərəli keçməsinə məhz vurğulanan bir işlərdir. Və bunlar da hamısı aydın məsələdir ki, ölkə başçısının gənclərlə bağlı olan apardığı uğurlu siyasətidir. Mən sizin hər birinizə öz minnətdarlığımı bildirirəm. Pənah müəllim, istərdim mən siz də nəsə bir gənclərə öz tövsiyələrinizi verəsiniz, vətənpərvərliklə bağlı. Siz də o yolu keçmişsiniz. Yəni, sizinlə danışmaq bizim üçün çox xoşdur. Gözəl layihədir, şahsına olan bir məsələdir, çox geniş məsələdir. Bütün demək olar ki, insan həyatının bütün əhatə edən bir məsələdir. Vətənpərvərlik təkcə müharibə üçün deyil, döyüşmək üçün deyil. Vətənpərvərlik həm o üçündür, həm vətəni də sevməli. Kimdən soruşsun ki, vətəni necə sevirsən, heç ona bir aktual bir geniş bir cavab verə bilməyəcək. Çünki vətəni sevmək üçün mütləq
vətəndən kənarda yaşamaq var. Vətəndən kənarda yaşamayan adam heç vaxt vətənin qədrini bilə bilməz. Çünki burada yaşayır, işləyir, dünyasını dəyişir, gecə adi həyatdır. Amma vətənin sevmək başqa təəssüratdır. Vətənpərvərliklə bağlı, vətənlə bağlı məsələn, mən 88-ci ildə başlayacaqlar, mənim 26 yaşım var idi, mən tələbə idim, Moskvada institutda oxuyordum vaxtı. Heç vətənpərvərlik də nədir, məndə şey yoxdur ki, bu vaxtda şeylər başlayanda adi qayda. Yəni orada görən həm rusların, həm ermənilərin, həm digər xalqların orada başqaltılığı məsələlər ki vardı, başdan yuxarı qalxılan məsələlər ki vardı. Artıq onların bizə təsiri olduğu üçün məcbur olaraq biz də o işlərə qoşulduq. Qoşulduğu zamanda müəyyən kitabları vərəqləyirsən, tarixə baxırsan, xəritəyə baxırsan, keçmişə baxırsan, görürsən ki, yox, bu belə bir məsələ deyil. Məsələn, onunla bağlı mən Pribалтıq ölkələrində olmuşam. Yəni, orada o şeylərlə Azərbaycan millətin bütövlüyü ilə bağlı, Pribалтıq ölkələrində, Asya ölkələrində olmuşam məsələsi. Məcburən olursan, çünki niyə görə özü kənardan müdafiə etmək üçün olursan. Yəni, vətəni sevmək anlayışı çox geniş bir anlayışdır. Vətəni sevməsin gərək həm özü qoruyursan, həm vətənini qoruyursan, özü təmizliyə çıxartmaq üçün mütləq nəyəsə sübut eləməlisən. Sübut eləməlisin, elmin olmalıdır, tarixin olmalıdır, keçmişi, gələcəyi bilməlisən, ətrafı bilməlisən, tanımalısan. Məsələn, mən sizə kimi deyim, Jirnovski, Stradutova. Məsələn, onlar çox biədəb və eybəcər bir insanlar idi. Onların danışdıqları bir başqa idi, hərəkətləri bir başqa idi. Məsələn, onlarla söhbət eləmək üz-üzə çox çətin bir məsələ idi. Onlar həm savadlı idilər, həm dünya görüşləri böyük idi, həm də o işə tam hazır idilər. Məsələn, akademik Sakharov. Özü akademik idi, elmli bir insan idi. Həm də ona baxmayaraq çox iğrənc bir adam idi. Yəni, Türkün düşməni idi. Bütün dünyada bizdən başqa bütün dünya bilirmiş ki, dünyada ən döyüşdən millət Türk millətidir. Yəni, bunları başların qalxızmağa imkan vermək olmaz. Kimi müdafiə edirsən, elə Türkü önə çəkmək olmaz. Yəni, o işin içinə girdikcə bilirsən ki, vətən nədir, vətənpərvərlik nədir, mən nə etməliyəm, necə etməliyəm. Həm salamat qalmalısan o işin içərisində, həm də özü sübut eləməlisən o işin içərisində. Ona görə də çox geniş bir mövzudur. Burada həm elmdir, həm təhsildir, bunları bilməlisən, həm o kənar, siz dediniz, xanım dedi ki, o məsələlər ki var, pis vərdişlər, onlardan uzaq olmalısan, həm də özü o şey içərisində aparmaq. Məsələn, siz Qarabağ deyirik, biz deyirik ki, Qarabağ, hər şeyi Qarabağla bağlayırıq, amma Qarabağla bağlamaq nədir? Qarabağı mən ömrü boyu Qarabağda olmamışam. Olmamışdım Qarabağda. Mən məktəbi qutarmışam, əskərlik, institut, falan mən 91-ci ildə qayda görmüşəm də Azərbaycanı. Mən heç Qarabağda da olmamışdım. Bu gün də Qarabağ torpağı azad olunur, mən sonra gedməyə həvəsimdir. Amma döyüşmək üçün gedmişdim. Bilirdim ki, orada bizim torpağımızdır. Orada Qafqirlə Xətər xan, orada Pənahalı xan olub, İbrahim xan olub. Onların torpaqları olublar da. Amma bir neçə onların heç biri yoxdur. Orada bir adi bizim vətəndaşlarımız var. Biri Svaşdır, biri Tokardır, biri Məllirdir, biri mühəndisi və s. Yoxsa torpaqlar da bizə qalsın. Bizim ulu babalarımız Şamaxıdan bura köçüb gələndə, bura Kərim bəyin torpağı olub, ora heç kəsi buraxmırmışlar. Bugün Kərim bəy yoxdur. Orada adi mühəndisi var, müəllimi var, fəhləsi var, kəsisi var, yaşayır. Görürsən, torpaq bizimdir. Onlar gediblər, torpaq bizə qalır. Torpaq yenə bizim. Xəritəyə də baxanda görürük də, torpağımız parça-parçadır, qanadı oxşayır. Bunlar hamısını bizim əlimizdən cırmaq alırlar. Bir hissəsini Gürcüyə verirlər, bir hissəsini Erməni. Yeganə dövlət ki, öz torpağımızda özümüzün sərhədimiz var. Öz sərhədimizdən, bizim torpağımızdan sərhəd yaratmış o özümüzdə. Bir hissəsi İrandadır, bir hissəsi Gürcistandadır, bir hissəsi Ermənistandadır və s. Bu torpaqları hissəsində geri qaytarmaq vaxtıdır. Bu əsrdə Türk əsridir. Bu biləsiniz. Türk əsridir bu əsrdə. Bu əsrdə də biz nə eləsirik, belə bu əsrdə də eləyəcəyik. O torpaqları necə bizim əlimizdən hissə alırlarsa, biz də hissə metrə onların əlindən almalıyıq. Bax, bunun üçün yetişməliyik, bunun üçün böyüməliyik, bunun üçün tariximizi bilməliyik. Məsələn, bu sosial şəbəkədə baxıram, bir ad da yadımdan çıxdı, belə mənə yaşlı olardı, bəlkə də mənlə. Bunu deyir ki, bizim namaq torpağımız olub ki, bizim namaq dövlətimiz olub ki,
Debata çıxıb deyir, bizim nə vaxt devlətimiz olub ki? Bizdə deyir, xanlıqlar olub da, devlət olmayıb ki. Baxırsan ki, adam istəyir oradan öz əlini salıb şəbəkədən çıxardarsan onu, boğazın üzü batasan ki, sən nə danışırsan? Sən bizim tariximizi bilirsən, bizim nə olur, bir tərəfi İraq, nə bilim, Ərəbistan, bir tərəfi nə böyüklüyündə bizim devlətimiz olur. Nətər yəni devlətimiz heç vaxt olmuyor. Bizi parçalayıblar da, xristiyanlar bizi parçalayıblar da. Güya biz elə hesab edirik ki, və yaxud elə düşünürük ki, xristiyanlar bizi bizdən çox istəyir. Amerika o yandan, Fransa bir yandan, Rusiya bir yandan deyir ki, sizə insan hüququ belə pozuldu, elə pozuldu. Yox, bunlar bizi çox istəyirlər və bizə bunu deyirlər ki, siz belə olmalı görürsünüz, necə olmalı? Biz elə necə olmalı ki, həyat necə olur ki, həyat belə olur, həyat elə qalmır olur, belə olur. Yəni, bütün bunları bilmədən, bu vətən nədir, onu bilmək olmur da. Vətən təkcə maddiyyət deyir, pul deyir, nə deyir, iş deyir, vəzifə deyir vətən. Vətən böyük bir anlayışdır. Bu günləri biz gedəcəyik, balalar qalır, nəvələr qalır. Heç kəs deyə bilməz ki, burada oturanların biri deyə bilməz ki, bölgəndə buranın biri icra başçısı olmayacaq, nazir olmayacaq, akademik olmayacaq. Heç kəs deyə bilməz, adı uşaqda oturub, ancaq heç kəs bilmir onun talihi, gələcəyi. Amma olacaq da, fakt olacaq. Bu dünya boş qalmayacaq ki, Azərbaycan boş qalmayacaq ki. Bu günlər bu deyil, mən də bir fəhli oğluyam, işləyirəm, bir fəhli oğul deyil. Oturub işləyir, kim deyə bilər ki, balaca olanda? Yəni, ona görə də vətən anlayışı biraz geniş anlayışdır. Onu sevmək, qorumaq, əsas da ki, torpağı qorumaq lazımdır ki, özü torpağı kənardan qorumaq lazımdır. Üzr istəyirəm, bir biədət bir məsələ həmsə çəkirəm, deyirəm ki, öz aramızda söhbət edirəm ki, iti niyə aparıb bağın ayağında bağlayırsan? Gətirlə evin içində bağladı, yatağını bölür. İti orada bağlayırsan ki, bağı o tərəfindən bir hektarlarla girəndə yürübsə xəbərdar versin və orada girəni qoymasın da. Bu gün də vətəni eləsinə kənardan qorumaq lazımdır ki, belə cəngavər ki, dişlə, dırnaqla ki, onları bəri bıraxmaq lazımdır, bizim içimizə bıraxmaq lazımdır. Gəlib çöküblər hamısı burada qarışdırmaq münasibdir. Ona görə də bizim vəzifə borcumuzda ətrafımıza fikir verməliyik ki, kim nə danışır, nə edir? Heç kəs bizi çox istəmir, bizi bizdən çox istəyən heç kəs yoxdur. Bunu yadınızda bir dəfəli saxlayır. Bunu mən görmüşəm, xarici dövlətlərdə də görmüşəm, baxmışam, görmüşəm ki, bizi bizdən çox istəyən yoxdur. Saatro bir şey öləndə, görbacor olanda, Lomonosov Universitetinin akt zalında biz iclas mütmisi var idi. Ölən günü orada, onun ölümünə orada muzika gətirilmişik, orada konsert verilmişik. Lomonosov Universitetinin akt zalında biz konsert vermişik. Yəni, bu anar, yazıcı anar Özallar şahidi, onca qədər ölümü, sağ olanlar var. Orada konsert vermişik onun yerine. Nə qədər oraya rektorda gəldi, mümkündür. Onun ölümünə bu gün burada konsert verilməlidir, verdik. Jirinovski istər, o pula satılmış bir adam idi, dahi adam idi, bilikli adam idi, falan idi, amma pula satılmış adam idi. Kim pulu çox verirdi, onu da tərəfindən saxlayırdı. Yəni, bunlar beləsinə insanlar idi, yığışmışdı, əhadik onlar bizi çox istəyirdilər. Bir gün də prezident nə qədəmə rəhmər sıxırdı, bizi müdafiə edirdi. Biraz yalı diyana kəsilən kimi başladı ermənilər dəstəkləmək. Yəni, beləsinə insanlar, ona görə bizi bizdən çox istəyən yoxdur. Özümüzü çox istəyək, özümüz yaşayaq, özümüz yaradaq, öz elimizin sahibi olaq, devlətimizin sahibi olaq, işimizin sahibi olaq. Hər şey yaxşı olacaq. Çox sağ olun, təşəkkür ederim. Mən bu məqamda istərdim gənclərə. Gəl deyilə, bax, bura gəl zəhmət olması əzim. Sağolun, siz her şeyi danıştınız, şu anda her tarafı danıştınız. O gənc bir doğma sözü işlətdi və elə iki kəlmə onun ətrafında danışmaq istərdim. O doğma sözünü elə belə işlətməli olacaq. Doğma ananın boynunda, bucağında insan özünü necə, yəni daha güvənli halda özünü hiss edə bilər, yəni. Başqa heç yer, elə deyil mi? Bir körpə, bir canlı ümmədir. Yəni, vətən o qədər, yəni,
doğma olmalıdır ki, İnşallah diqqətlə qulaqsa canlı igidimiz var. o qədər güvənli olmalıdır ki, yəni onun qoynunda sən özü həqiqətən doğma onun uzağındakı kimi hiss edəsən. Və bir də bir şey var ki, o ana namus deməkdir. Yəni ondan ötürü hər şey getməlisən. Vətənpərvərlik nə deməkdir? Yəni bir cümlə cavabı var. Vətənpərvərlik o deməkdir ki, vətəni o qədər sevməlisən ki, hər an onun ötürü ölməyə razı olmalısan. Canını qurban verməyə bacarmalısın. Yəni, bayaq siz də qeyd edirsiniz ki, qismət olmadı, şəhid olmaq, sağ qaldı. Hər kəs istəyər ki, şəhid olsun. Sağlam olun, xanım da bayaq qeyd elədi, sağlam bədəndə sağlamlıq olar, əlbəttə ki. Sağlamlıqda bu şeylərə etibar edin. Sevin vətəninizi, anınızı sevdiyiniz kimi sevin, elə bəs elə. Sağ olun. Yorğunçuluqdur, onsuz yekunlaşdırır. Sadəcə bir şey deyim ki, sizlər üçün. Mən başa düşürəm. Dostunuzla da danışmaq istəyirsiniz, neyləməsin. Mən özümə görə demirəm bunu. Gələcəkdə belə bir tədbirlərdə iştirak edəndə əzizlərim. Yəni, yenə deyirəm, özüm üçün demirəm. Var olun, gəliniz, iştirak edirsiniz, tədbirimiz keçir. Amma gələcəkdə belə tədbirlərdə iştirak edəndə özünüz üçün şəxsiyyətinizi formalaşdırmağınız naminə diqqətli olun. Bax, qazimiz danışdı. Burada oğlum dedi, biri dedi mamam oğludur, biri dedi dayım oğludur, biri dedi atamın əmisidir. Yəni biz onlar danışanda onlara diqqətlə qulaq asmağımız, onların keçdiyi yola, rayonumuza və gələn qonaqlarımıza olan diqqətimiz deməkdir. Siz gəncsiniz, siz cavansınız. Allah sizin hər birinizi qorusun. Gün o gün olsun, bayaqlarım müəllim qəşək qeyd edir, müəllim ki, sizin aranızdan ola bilsin ki, böyük bir yüksək təbəqədə olan işləyənləriniz olacaq. Məmur olasınız, hansınızsa polis zabiti olasınız, hansısa bir hərbi xidmətə gedəndən sonra, hərbi qulluqda xidmət etdikdən sonra zabit olaraq xidmətinizi davam edəsiniz. Amma ən əsası, çalışın və hər birimiz çalışalım, vətənimiz üçün vətəndaş olalım, vətənpərvər olalım. Vətənpərvərlik nə bir peşədir, nə bir sənətdir, nə bir ixtisasdır ki, onu gedib öyrənərsən, təhsil alıb, ixtisasını artırarsan. Yox, vətənpərvərlik ana bətnində, ana laylasından və ana südündən hər birimizin qida aldığımız bir hissdir, məhfumdur. Deyəklərim qardaşımın dediyi kimi xeyrət, namus, ibrət, iman ki. Mən bayaq Məhəmməd Peyğəmbərin adını səhəsin. Məhəmməd Peyğəmbər həm də deyirdi ki, vətəni sevmək imandandır. Biz nə qədər imanımız güclü, imanımız səlis olsa, biz o qədər vətənpərvərik. Mən burada qız bacılarımızı, gəlinlərimizi, analarımızı, qızlarımızı görürəm və hər biriniz gələcəkdə bir Allah qismət eləsin, hər birinizə xoş bir günlər, gözəl bəxtali nəsib eləsin. Hər biriniz ailə başçı olasınız, övlad böyüdəsiniz. Və mən sizlərə məhz o indiki sizin analarınız kimi olan bir analıq arzulayıram. Övladınızı vətənpərvər, vətənini sevən, millətini, xalqını, dövlətini sevən və hər zaman öz sayəsində çalışan bir övladda yetişdirəsiniz. Mən elə gəlir ki, əgər sizin deyiləsi sözünüz yoxdursa və sonda sizlərdən bir xatirə şəkli çəkdirəyim. Mən keçən dəfə belə bir şey oldu, mən deyim sizə sonra. Biz Bakıda institutların, məktəblərin birində bir şəkil çəkdirmək istədik. Zamanlardan biri deyir ki, yox, mən istəmirəm, dedim, rəxanam, dedim, bura gələzim, gəl. Dedim, nə bilmiyorum, bəlkə sən sabahların bir gözəl bir vəslə sahib olasın. Biz şəklə baxanda deyək ki, bununla biz tədbirli olub. İnanırım sizin həmin indi gənc, gözəl bir yerdə kadr olaraq ən tanınmış məmurlarımızdan biridir. İndi biz sizdən şəkli çəkmək istədik ki, bəlkə nə vaxtsa sizdən... Can buraya yüksək uşaqlar, burada biləcək. Biz biraz